28 dekabrda qeyri-hökumət təşkilatlarının Məsləhət Şurasının ilkin toplantısı keçirilib. Tədbirdə 27 dekabr tarixində keçirilən aksiyanın nəticələri müzakirə edilib. Qeyd edilib ki, aksiyada əldə edilən əsas nəticə cəmiyyət və dövlət arasında daha geniş formatda dialoqun keçirilməsi ilə bağlı razılığın alınması olub. Əslində 2 gün bundan qabaq keçirdiyimiz tədbir o planlaşdırmış bir tədbir idi. Bizim Civicus təşkilatının Civicus Johannesburgda, Cənubi Afrikada yerləşən bir beynəlxalq təşkilatdır. Və onlar məhz sivil cəmiyyətlə məşğul olurlar dünyada gedən proseslərdən. Və biz BMT-də gedən universal dövrü icmalla bağlı tədbir planlaşdırmışıq. Amma elə alındı ki, məhz bu ərəfəsində, bu konfransın ərəfəsində parlament çox mənfi qanuni əlavələr Milli Məclis təsdiq eləyib və doğrudan da bu tədbirimiz fövqəladə bir tədbirə çevrildi. Fövqəladə niyə görə? Çünki hamı səfərbər olub, hamı narahat olub ki, sivil cəmiyyəti əslində xilas eləmək lazımdır Azərbaycanda. Əgər bu qanuni əlavələr öz təsdiqini tapsalar, yəni bu demək olar ki, kimsə bu ifadəni işlədib. Bu demək ki, Azərbaycanın sivil cəmiyyətini dəfn mərasimi biz çalacağıq. Belə bir qərara gəliblər ki, bir ayın ya da ki 2 ayın içərisində 56 günün içərisində biz hansısa tədbirlər görək. Ən əvvəl işçi qrupunu yaradaq və hansısa tədbirlərin fəaliyyət planını quraq. Aksiyaların ən təcili bir aksiya bu dünənki aksiya oldu. Prezident aparatının yanında etiraz aksiyası. Biz dünən gəldik. Bizi hamısını orada buraxmadılar prezident aparatının yanına. Amma dedilər ki, 5 nəfər nümayəndəlik gedə bilər. 5 nəfər seçilib gedib onların yanına və orada bizi ictimai siyasi şöbəsinin müdirinin müavini qəbul eləyib və bizdən söhbət aparıb. Bu söhbətin nəticəsində bizə söz verilib ki, əgər biz öz rəyini bu əlavələrlə bağlı müstəqil qeyri-hökumət təşkilatların tərəfindən işlənmiş hansısa rəyini biz təqdim eləsək, onu nəzərə alacaqlar. İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü Qubad İbadoğlu müzakirədə qeyd edib ki, bu cür toplantı və aksiyalar keçirilməsində əsas məqsəd 17 dekabr 2013-cü ildə Milli Məclisin qəbul etdiyi qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə edilən son dəyişiklikləri prezident tərəfindən imzalanmamasıdır. Hazırda yerli qeyri-hökumət təşkilatları olaraq son dəyişikliklərlə əlaqəli hüquqi rəy hazırlayırıq. Yəqin ki, sabahları biz həmin rəyi rəsmi olaraq prezident aparatına göndərəcəyik və bu rəydə ayrı-ayrı maddələr onların deməli işləməsi şəraitində qeyri-hökumət təşkilatlarının fəaliyyətinə mənfi təsirlər və münasibətlər birləşini tapacaq. Məsləhət Şurasının üzvlərinin dəqiqləşdirilməsi prosesi gedir. Təxminən 30-a yaxın qeyri-hökumət təşkilatı liderlərinin cəlb olunduğu bir qurumun müvəqqəti olaraq formalaşdırılması nəzərdə tutulur və həmin qurumun toplantısı həftənin 1-ci günü yenidən təşkil olunacaq və biz çalışacağıq ki, ayrı-ayrı istiqamətlər üzrə həmin qurum deməli öz fəaliyyətini həm koordinasiya eləsin, həm də müəyyən mənada məsuliyyətləri və öhdəlikləri bölüşdürsün. Və nəhayət əsas qərarlarımızdan biri də yanvar ayının 16-sında vətəndaş cəmiyyətinin həm media, həm də siyasi partiyalar cəlb olunmaqla, eləcə də yerli və beynəlxalq ictimaiyyət, səfirliklər, diplomatik korpuslar, beynəlxalq təşkilatların təmsilçiləri də iştirak etməklə vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqu təsbit edən bir forum keçirmək istəyirik. Forumda çalışacağıq ki, daha çox vətəndaş cəmiyyəti səfərbər olunsun
və bu forumda biz planlaşdırırıq ki, son dəyişikliklərlə bağlı həm yerli, həm də beynəlxalq hüquqşünasların hazırladıkları rəylər təqdim olunsun. Eyni zamanda vətəndaş cəmiyyətinin müasir durumu və vətəndaş cəmiyyətinin üzərində olan bu təhlükələrin təsirindən baş verə biləcək proseslər həmin forumda müzakirəyə çıxarılsın. Tədbirin sonunda razılaşdırılmış ümumi bir müraciətin ölkə başçısına göndərilməsi təklif olunub.